Salam, indi isə ikinci bir qrikolun tayin vəsaitinin ikinci mövzusuna keçirik. Birinci mövzu anlaşıqlı, asan üslubda izah etdim. İnşallah ki, hər biriniz yararlandınız. Və yeni davam edəcək bu proses. Hər birinizə uğurlar arzulayıram. Müqi və sertifikasiya imtahan verən hər bir kəsə inşallah ki, faydalı olar sizin üçün verdiyim izahlar. Deməli, bugünkü mövzumuz isə mövzunun adı belədir. Fənnin kurikuluna aid əsas terminlərin təsviri. Deməli, oxuyuram cümlələri, sonra onu anlaşılı dildə sizin üçün izah edirəm. Ümumi təlim nəticələri bizim böyük hədəflərimiz mənimsənilməsi nəzərdə tutulan və əvvəlcədən müəyyənləşdirilmiş təlim nailiyyətinin konkret bir səviyyəsidir. Yəni, nə deməkdir? Bu bizim böyük hədəfimizdir. Dövlətimiz bizi dərsə başlamazdan əvvəl artıq bilir ki, biz ilin sonunda və ya məktəbi bitirəndə nələri bacarmalıyıq. Elə bir kompüter oyununa başlayanda oyunun sonunda hansı kuboku qazanacağını əvvəlcədən bilirsən. İbtidai təhsil səviyyəsində şagird, yəni 1-ci, 4-cü siniflər üzrə balaca olanda bizdən istənilən qeydlər çox sadədir. Kitabı qaydası ilə oxumaq, böyüklərlə nəzakətlə danışmaq, nağıllara qulaq asıb öz fikrini demək, balaca hekayələr yazmaq. Ümumi orta təhsil səviyyəsində şagird 5-ci, 9-cu siniflər biraz böyüyəndə artıq mətnləri daha sürətli və gözəl oxumalıyıq. Oxuduğumuz nağılın niyə maraqlı olduğunu sübut etməli, özümüzdən maraqlı və yaradıcı inşalar yazmağı bacarmalıyıq. Tam orta təhsil səviyyəsində şagird 10-11-ci siniflərdə lap böyük, gənc oğlan və qız olanda isə artıq dildəki qaydaları tam düzgün əməl etməli, çətin mətnlərin gizli mənalarını tapmalı, yazılmış mətnlərdəki səhvləri düzəldib, onları daha da gözəlləşdirməyi bacarmalıyıq. Məzmun xətti bizim səyahət sahələrimiz, yəni fənn üzrə ümumi təlim nəticələrinin reallaşmasını təmin etmək üçün müəyyən olmuş məzmunun zəruri hissəsidir. Fənnin ana xəttidir, dəyişməzdir. Bunu bir ağacın ana budağı kimi təsəvvür edin. Yəni, 1-ci sinifdən 11-ci sinifə qədər böyüyürük. Amma o ana budaqlar heç vaxt dəyişmir. Sadəcə üzərindəki yarpaqlar çoxalır. Məsələn, Azərbaycan dili dərsində həmişə 4 əsas məzmun xətti var. Riyaziyyat, tarix, fizika, kimya və s. məzmun xəttləri dəyişir. Məsələn, ana dilində dinləyib anlama, danışma, yəni qulaq asmaq və danışmaq, oxuda, kitabı oxumaq, yazı, dəftərə yazmaq, dil qaydaları, hərflər və nöqtə vergülü düzgün yerinə qoymaq. Sən neçənci sinifdə oxuyursan, oxu, həmişə bu 4 sahəni öyrəndir məzmun xətti. Bu 4 məzmun xəttini Azərbaycan dili bizə. Alt standart nədir? Gündəlik kiçik tapşırıqlardır. Şagirdlərin bilik və bacarıq səviyyəsinə qoyulmuş dövlət tələbidir. Yəni, summativ qiymətləndirmənin böyük və kiçik kəsəgələrin aparılmasını təmin edir. Bu, bizim gündəlik öyrəndiyimiz kiçik addımlardır. Müəllim sinifə gələndə bugün sənə tam olaraq nə öyrədəcəyini buradan oxuyur. Həm də müəllim sınaq imtahanı summativ hazırlayanda sualları məhz bu alt standarta baxıb tərtib edir ki, bizi incitməsin, şagirdlər inciməsin, yalnız keçdiyini soruşsun. Məsələn, 3.2.1 gizli kodunun açılışı. Kitablarda bəzən belə qəribə rəqəmlər də görürük. Onun əvvəlində alt rəqəmi verilib 6-3.2.1. Bu əslində çox asan bir ünvan kodudur. Elə bil ki, bir məktubun üzərində şəhəri, küçəni və ev nömrəsini yazırsan, gəl kodları açaq. 6 nədir? Sinifi göstərir. Yəni, bu dərs 6-cı siniflər üçündür. 3 məzmun xətti yuxarıda dediyimiz kimi 4 sahədən 3-cüsü, yəni yazı sahəsidir. 2 standart yazı sahəsinin içindəki ikinci əsas qayda. 1 məzmun standartı həmin qaydanın içindəki lap kiçik, bugün keçəcəyimiz konkret tapşırıq, yəni alt standart. Belə çətin görünən əslində uşaqların addım-addım uşaqlara öyrədəcəyimiz hər bir mövzunu öyrənmiş olduq. Hər birinizə uğurlar. İnşallah ki, faydalı oldu. Görüşənədək.